Sen kimsen beni içeri bırakmırsan. Hiç kimseni koruyabilmez. Bak bir gün elimde kalacaksan bilirsen. Sen kimsen beni... 111 116 111 Alo? Qadın dəstək xətti. Buyurun. Ben psixologam. Sizi dinlemeye hazırım. Təhlükəsizliyi təmin etmək üçün sığınacağı yönləndirə bilərik. Hüquqi məsləhətlərlə bağlı vəkil yardım edəcək. İşsizliklə bağlı məsələni müvafiq quruma yönləndirəcəyik. Bölüşdüyünüz məlumatların məxfiliyi qorunacaq. Qadın dəstək xətti çətin fiziki, psixoloji və sosial durumda olan, şiddətlə üzləşən qadınlara hər tərəfli dəstək vermək üçün yaradılır. Azərsel, birincisi Azərbaycanın nömrə 1 qaynar xətti var. 102 xidməti Daxilişlər Nazirliyinin. Kimin nə problem olanda sizdən də asanlıqla ora düşmək olur və problemlərin də həllini tapır əhali. İkincisi də ki, Azərbaycan kişiləri bəyəm o qədər qəddardır, o qədər əzazildir ki, siz də bir tərəfdən məhkəmələr qalıb qıraqda, indi siz qadınların müdafiəsinə qalxırsınız. Güya ki, Azərbaycan kişiləri minib çapır, öldürür, asır, kəsir qadınları. Siz də bunların müdafiəsinə qalxıb qaynar xətt icad eləmişsiniz də. And olsun Allah Azərbaycan sizi yaxşı tanıyır. Yəni belə qadınların hüquqlarını müdafiə edirsinizsə, onlara dəstək olursunuzsa, Azərbaycan qadınları, şəhid anaları, onları pulsuz eləyin də danışıqlarını, internet paketləri pulsuz eləyin də Azərbaycan qadınlarına, xadimələrə pulsuz eləyin də ayda 250-300 manat maaşı işləyirlər. Əskər analarına pulsuz eləyin də, niyə eləmirsiniz? Durmusunuz burada qadın müdafiəsinə qalxırsınız. Azərbaycanın müdafiəsinə qalxan qurumlar var. Siz narahat olmayın. Ondansa mən dediyim məsələləri aradan qaldırın. Bu əhaliyə, öz abonentlərinizə yəni dəstəyi belə olun. Yoxsa qalxmısınız burada qadın müdafiəsi. Qadınlara narahat olmayın. Azərbaycan kişiləri yaxşı müdafiə edir də, yaxşı da sahib çıxır. Allah xalqımızı, dövlətimizi qorusun. Hələ bir reklam çıxardır özlərindən.